Mən Zakir İsaqov 1958-ci ildə Zərdab rayonunun Təzəkənd kəndində anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra 2 il Ermənistanda, Sovet ordusunda xidmət etdim. Hərbi xidmətimi başa vurduqdan sonra Qazaxıstanda Politexnik Texnikumuna daxil oldum. Orada yaşayaraq təhsil aldım və işlədim. 92-ci ildə Azərbaycana qayıtdım və torpaqlarımızın müdafiəsi üçün Qarabağa yollandım. 123 sayılı hərbi hissənin tərkibində Ağdərə, Tərtər rayonlarında döyüşdüm. Hərbi hissənin qrantamyotçusu idim, hədəf aldığım bütün texnikaları məhv etməyə çalışırdım. Atəşlərim ilə düşmənin çoxlu sayda hərbi maşınlarını, texnikalarını zərərsizləşdirməyi bacardım. 92-ci ilin sentyabr ayında Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə də iştirak etdim. Yenə də dəqiq atəşlər ilə düşmənin texnikalarını, canlı qüvvələrini məhv etdim. Bu döyüşdə ermənilər məni snayper gülləsi ilə vurub zərərsizləşdirə bildilər. Sentyabr ayının 24-də torpaqlarımızın müdafiəsi uğrunda şəhid oldum.